testində səhifə 10-dan 17-dən 20-yə qədər işləyəcəyik. 17-də 2-ni vururuq 3-ə 6, 6-nın üzərinə 5 gəlirik 11, 11-i vururuq 3-ə 33, 33-ün üzərinə 5 gəlirik 38. Deməli 3-ə vurub üstünə 5 gəlirik. Bəli, burada hansı qaydanı pozur? Qaydanı pozmur. Burada birinci həddə 4 olarsa 4-cü. Onda gəl 4-lə başlayaq. 4-ü vururuq nəyə? 4-ü vururuq 3-ə 12, 12-nin üzərinə 5 gəlirik 17, 17-ni vururuq 3-ə 51, 51. Bizə də neçənci hədd oldu 51? 4-cü. 18-də 36 bölük 2-yə 18, 18-in üzərinə 2 gəlirik 20, 20-ni bölük 2-yə 10, 10-un üzərinə 2 gəlirik 12, 12-ni bölük 2-yə 6, 6-ın üzərinə 2 gəlirik 8. Bu ardıcıllıqda indi biz birinci həddə 60 olanı sınamalıyıq. Deməli 60-ı bölmüsən 2, 30 tapmısan, sonra 30-un üzərinə neynəmsən? 2 gəlmişsən 32, 2-yə bölmüsən 16, üstünə 2 gəlmişsən 18, 2-yə bölmüsən 9. Doğru. 19-da sən sırf aşağıdakindən başla, 16-dan başla. 16-nı neynəmsən? 16-nı Çünki 5-ci həddə 16-dır burada, geri qayıdırsan. 16-nı neynəmişik? Geri qayıtmaq üçün. bölürük 2-yə. Aha, 8, 3-ə vururuq 24, bölürük 2-yə 12, 3-ə vururuq 36. 20-ciyə də baxaq. 20-cidə 6-cı həddimiz 153-dür. Yenə də geri qayıdırıq. 153. Çünki burada 3-ə vurub 3 çıxmışıqsa, 153-dən neyinirik? 153. 3-ü çıxırıq. Çıxsaq nə olar? Yoxsa üstünə 3 gəlirsə, neynəmsən burada 153-ü? 153-ü bölürük 3-ə. Aha, 3-ə bölmüşük. 51, sonra Üzərinə gəlmiş 300, geri qayıdırıq. 54. Onu vururuq, bölürük 3-ə 18. 18-in üzərinə 3 gəlir 21, 3-ə bölürük 7. Birinci həddimiz deməli neçədən başlayırmış? 7-dir.